Salam uşaqlar. Bugünkü mövzumuz y bərabər tangens x funksiyası, y bərabər kotangens x funksiyası və onun xassalarıdır. Gəlin birinci mövzunun xassalarına baxaq, sonra sualların həllini bir yerdə baxarıq. Deməli, tangens x funksiyası rüblərdəki işarəsinə görə birinci rübdə müsbət, 2-də mənfi, 3-də müsbət, 4-də isə mənfi qiymətlər alır. Biz bunları sinus, kosinusun xassalarını keçəndə bilirdik. Çünki birinci rübdə sinus müsbət, kosinus müsbətdir. Tangens onların nisbəti olduğu üçün müsbət verəcək. İkinci rübdə sinus müsbət, kosinus mənfi olduğundan onların nisbəti mənfi. Eyni zamanda 3 və 4-də də işarələr uyğun olaraq müsbət və mənfi olacaq. Təyin oblastı mənfi pi bölü 2 üstəgəl pi k, müsbət pi bölü 2 üstəgəl pi k aralığı olacaq. Çünki tangens mənfi pi bölü 2, pi bölü 2 qiymətlərində təyin olunmayıb. Tangens funksiyamız sinus x-in kosinus x-ə nisbətidir. Kosinus x məxrəcdə olduğundan pi bölü 2-də təyin olunmadığı üçün təyin oblastı mənfi pi bölü 2 üstəgəl pi k, pi bölü 2 üstəgəl pi k aralığı olacaq. Qiymətlər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluq aralığı olacaq. Tək funksiyadır, yəni tangens mənfi x-ə mənfi tangens x olacaq. Dövrüdür. Ən kiçik müsbət dövrü pi'dir. Koordinat başlanğıcına nəzərən simmetrikdir. Bütün rüblərdə artan funksiyadır. Bütün rüblərdə artandır. Və qrafikə fikir versəz, mənfi pi bölü 2, pi bölü 2 aralığında təyin olunub qrafik. Bütün rüblərdə artan funksiyadır. Kotangens x funksiyası rüblərə görə işarəsi 1-də müsbət, 2-ci rübdə mənfi, 3-də müsbət, 4-də mənfi qiymətlər alır. Təyin oblastı pi k, pi üstəgəl pi k aralığıdır. Qiymətlər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluq, yəni istənilən qiyməti ala bilir. Tək funksiyadır. Yəni tangens mənfi x bərabər mənfi tangens x bərabər mənfi tangens x mənfi kotangens x olacaq. Yəni tək funksiyadır. Koordinat başlanğıcına nəzərən simmetrikdir. Dövrü funksiyadır. Ən kiçik müsbət dövrü pi'dir. Bütün rüblərdə azalan funksiyadır. Qrafikinə də fikir versəz, pi mənfi pi və ya 0 aralığında təyin olunub. Fikir verin. Bütün rüblərdə azalan funksiyadır. Rüblərdəki işarəsini cədvəllə də burada qeyd etmişik. Buradan baxa bilərsiniz. Qısa qeydlər də burada var. Fikir verin, kosinus x funksiyası cüt, digər sinus, tangens, kotangens funksiyaları isə tək funksiyadır. Eyni zamanda burada bir nüansı da qeyd eləyək. Trigonometrik funksiyaların birinci rübdə müqayisəsi. Deməli 0,45 dərəcə aralığında kosinus x sinus x-dən böyükdür. Eyni zamanda o da 0-dan böyükdür. Birinci rübdə 0,45 aralığındakı qiymətlərdən danışırıq. 0,45 aralığında bunu bildik. Deməli ən kiçik sinus kosinusdan kiçik olacaq. 0,45 aralığında tangens kotangensdən kiçik olacaq. 45-90 aralığında kosinus sinusdan kiçik olacaq. Eyni zamanda 45-90 aralığında kotangens tangensdən kiçik olacaq. Və ən əsası 0-90 dərəcə arasında, yəni birinci rübdə sinus tangensdən kiçik olacaq. Kosinus da kotangensdən kiçik qiymətlər alacaq. Və nəzərə alın ki, buradakı dərəcələri eyni götürmək şərti ilə, yəni sinus alfa, tangens alfa. Gəlin indi başlayaq sualların izahına.
Birinci sual 0 pi bölü 2 aralığında tangent alfa ile sinüs alfanın müqayisəsini bizdən soruşur. Biraz əvvəl öyrənmişdik ki 0-90 dərəcə arasında sinüs alfa tangent alfadan kiçik olacaq. Yəni B A-dan kiçik olacaq. Doğru cavab olacaq 1-də B. 2-yə baxaq. İkinci sualda fx bərabər tangent 5x üstəgəl 3 funksiyasının əsas dövrünü tapın. Biz də bilirik tangent x funksiyasının ən kiçik müsbət dövrü pi-dir. Yəni pi-ni bölərik. Dövr bərabər x-in əmsalına. Yəni pi böl 5. Doğru cavab 2-də C. 3-ə baxaq. Y bərabər tangent 4-də 3x funksiyasının əsas dövrünü tapın. Oxşar sualdır. Dövr bərabərdir. Tangentin ən kiçik müsbət dövrü pi-dir. Bölürük 4-də 3-ə. Bu da bizə verəcək 3-də 4 pi. Doğru cavab 3-də D. Dördüncü sual. Əsas dövrünü soruşur. Yenə 4 tangent 5x-in əsas dövrünü tapın. Tangentin ən kiçik müsbət dövrü pi-dir. Pi-ni bölürük. X-in əmsalı, yəni tangentin arqumentinə 5-ə. Doğru cavab pi böl 5 Y. 5-ci sual. Funksiyalardan hansı ikinci rübdə artandır? Biz xassələrdən bilirik ki, tangent x funksiyası bütün rüblərdə artandır. Nəinki ikinci rübdə. 6-cı sualda funksiyalardan hansı 4-cü rübdə azalandır? Kotangent x funksiyası bütün rüblərdə azalandır. Yəni 1-də, 2-də, 3 və 4-cü rüblərdə azalan funksiyadır. 7-ci sual. Funksiyanın deyir ki, ən kiçik qiymətini tapın. Tangent x funksiyasının qiymətlər çoxluğu mənfi sonsuzluq y bərabər tangent x. Funksiyasının qiymətlər çoxluğu y mənfi sonsuzluq müsbət sonsuzluqdur. Yəni ən böyük ən kiçik qiyməti yoxdur. Əgər kvadratdırsa, y bərabər dərəcə cüt ədəddirsə, onda mənfi qiymətləri ala bilmir. Qiymətlər çoxluğu olacaq 0 müsbət sonsuzluq. Bizdən ən kiçik qiymətini soruşur. Ona görə ən kiçik tangentin yerində, 3x-in yerində 0 yazacaq. Deməli, ən kiçik qiymət bərabər 2 vuraq 0 çıxaq 5. Bu da bizə verəcək mənfi 5. Ən kiçik qiymət mənfi 5. Doğru cavab Y. 8-ci sual oxşar sualdır. Y kotangent x funksiyası üçün qiymətlər çoxluğu y bərabər kotangent x. Eyni zamanda qiymətlər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluq aralığıdır. Y bərabərdir kotangent kvadratı x olduğundan bunun qiymətlər çoxluğu y olacaq 0 müsbət sonsuzluq. Ən kiçik qiymətini soruşur bizdən. Ən kiçik qiymət deməli kotangent kvadratı 2x-in yerində 0 yazacaq. 4-də 1-i vuraq 0-a üstəgəl 4. Bu da bizə verəcək müsbət 4. Doğru cavab B. 9-cu sualda tangent x 5x çıxılsın pi böl 4 bərabər kök 6 a kvadrat çıx 5 üstəgəl 6 bərabərliyini ödəyən a parametrinin bütün mümkün qiymətlər çoxluğunu tapın. Biz bilirik ki, tangent x funksiyasının qiymətlər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluq aralığıdır. Ancaq bizə verilən ifadədə fikir verin, kökün altındadır. Kökün altındakı cüt dərəcədən kökün altındadırsa, onda kök 6 ifadə mənfi qiymətlər ala bilməyəcək. Yəni, a kvadratı çıxaq 5a üstəgəl 6 böyük bərabər 0 olmalıdır. Buradan köklərini tapsaq a1 bərabər 2, a2 bərabər 3. Böyük bərabər olduğundan onda bizə bərabərsizliyin həlli olacaq mənfi sonsuzluqdan 2-yə birləşir 3 müsbət sonsuzluq. Bunu bərabərsizlik mövzusunda sizlə danışmışdıq. Əgər böyük bərabərsə verilən köklərdən kənar aralıqlar, kiçik bərabər olsa
və ya kiçik olsa köklər aralığı doğru cavabımız olacaq. Deməli 9-da doğru cavabımız olacaq C. 10-cu suala baxaq. A bərabər sinus mənfi 178 dərəcə ilə tangens 195 dərəcəsi müqayisəsini soruşur bizdən. Gəlin bunu biraz sadələşdirək. A bərabər sinus mənfi 178 dərəcə. Biz bilirik ki, sinus tək funksiyadır. Onda mənfini sinusun əvvəlinə yazırıq. Sinus 178 dərəcə. Sinus 178 dərəcə ikinci rübdür. İkinci rübdə sinus müsbətdir. Burada qeyd eləyək. İkinci rüb. İkinci rüb. Sinus burada müsbətdir. Müsbətdirsə, onda qabağında da mənfi var. Olacaq bunun işarəsi. Qiymət olaraq olacaq mənfi. B-yə baxaq. B bərabər tangens 195 dərəcə. 195 dərəcə üçüncü rübdür. Burada qeyd eləyək üçüncü rüb. Üçüncü rübdə tangensin işarəsi müsbət olacaq. A mənfi, B müsbət. Doğru cavab C. Bir dəfə də buna nəzər yetirək. Sinus 178 dərəcədə müsbətdir. Yəni ikinci rübdür. Qabaqdakı işarəsinə görə qiyməti olacaq mənfi. 11-ci sual. 11-də deyir, ifadalardan hansının qiyməti mənfidir? Gəlin baxaq. 1-də tangens 3 radian. Bunu dərəcəyə çevirsək, tangens 3 vuraq 57 dərəcə. Bilirik 1 radianımız 1 radian. Təqribən 57 dərəcədir. Bu bizə verəcək 3'ü 57'ye vursaq 171. Yəni tangens 171 dərəcə. 171 dərəcə ikinci rübdür. İşarə olacaq mənfi. 2'yə baxaq. Tangens 3pi. Tangens pi'nin bütün misillərində 0 alır. Niyə? Çünki tangens sinusun kosinusa nisbətidir. Sinus da pi'nin misillərində 0 aldığı üçün tangesdə 0 qiymətini alacaq. Burada 0, yəni mənfi deyil. 3'də 3 tangens pi bərabər 3 vuraq. Tangens pi'də 0 alır. Onun da qiyməti 0 oldu. 4'ə baxaq. Tangens 3 dərəcə. Birinci rüb. Birinci rübdə tangensin işarəsi müsbətdir. 5'ə baxaq. Tangens 333 dərəcə. 333 dərəcə dördüncü rübdür. Yazaq burada dördüncü rüb. Dördüncü rüb. Tangens dördüncü rübdə mənfi qiymət alır. 11'də doğru cavabımız olacaq 1 və 5. 1 və 5 doğru cavab Y.